Hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə bugün keçirilmiş olduğu fen müsabiqəsinin yarımfinal mərhələsinin suallarını izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonunu basmağı xahiş edirik. Birinci sualımıza soru. Tədqiqatçı azot molekulunun bitkinin inkişafına təsirini araşdırmaq üçün aşağıdakı təcrübəni hazırladı. Kifayət qədər azot miqdarı, normadan az azot miqdarı, normadan çox azot miqdarı. Elmi araşdırmanın bu mərhələsindən sonra tədqiqatçı nə etməlidir? Bu 7-ci sinifin birinci hissəsində ilk öncə məlumat verilmişdi. Nə etməlidir? Bu nəticələr əsasında nəzəriyyə formalaşdırılmalıdır. D variantına uyğun gəlir. İnkişaf xüsusiyyətinə uyğun olaraq meyvələr təsnif edən hansı meyvə digərindən fərqlənir? Bura baxdıqda ərik meyvəsi digərindən fərqlənir. Çünki ərik sadə meyvədir, digərləri isə mürəkkəb meyvədir. Qüstumotun yarpaqlarına toxunduqda yarpaqçıqlarını bükür, qağayı qanatlarının köməyi ilə uçur, noxud bığcığını dayağa ilişdirərək yuxarı qalxır. İnsanlar sidik cövhərinə kimi lazımsız zərərli maddə böyrək vasitəsilə xaricidir. Burada diqqətlə baxdıqda burada ifrazat, qıcıqlama, hərəkət var. Ancaq qidalanmaya aid heç bir xüsusiyyət sadalanmamışdır. 4. Aşağıdakıların hansı bakteriya və sərçə üçün xarakterik deyil? Deməli, bunlarda tənəffüs, hər ikisi tənəffüs edir, hərəkət edir, çoxalır. Ancaq ifrazat orqanının olması ancaq sərçə üçün xarakterikdir. Ona görə götürürük. Bu strukturlar hansının olması bu canlının parakariot və ya ekariot quruluşa malik olduğunu sübut edir. Ümumiyyətlə, yadınıza saxlayın ki, membranlı quruluşlar ancaq ekariot hüceyrələrə xarakdir. Parakariotlarda yoxdur. Burada da mitokondri və xloroplast iki membranlı quruluşdur. Ona görə də C variantını götürmüş oluruq. Faktiki ölçüsü 0,15 olan %15 olan qırmızı qan hüceyrəsinin böyüdülmüş ölçüsü 30 mm-cə böyütmə dərəcəsini hesablayın. Böyütmə dərəcəsi bərabərdir. Deməli, 30 mm böyüdülmüş ölçü bölünsün faktiki ölçüyə, yəni 0,15-ə. Bu da bərabər olacaq 2000-ə. Bu da D variantına uyğun gəlmiş olacaqdır. Sonra keçirik növbəti suala. Deyir, aşağıdakı hansı hadisənin baş verməsi bitkinin çiçəkli bitki olub olmadığını müəyyən edir. Ümumiyyətlə, yadınızda saxlayın ki, bitkinin çiçəkli bitki olub olmadığını müəyyən etmək üçün ömründə bircə dəfə çiçək açan bitkiyə çiçəkli bitki deyirlər. Çiçək açırsa meyvə əmələ gəlməlidir. Bu da meyvənin olması bunun çiçəkli bitki olduğunu sübut etmiş olur. Hüceyra haqqında aşağıdakı mülahizələrin hansı yanlışdır? Deməli, diqqətlə bura baxsaq, deyir ki, ekariot hüceyrə 2 membranlı orqanellər var. Bəli, düzdür. Hüceyrə canlı orqan ən kiçik quruluş vahidi. Bu da düzdür. Yeni hüceyrə başqa hüceyrənin bölməsi əmələ gəlir. Bu da düzdür. İxtisaslaşmış hüceyrə davamlı olaraq bölünür. Xeyr, bunu tam demək olmaz. İxtisaslaşmış hüceyrə davamlı olaraq bölünür. Məsələn, sinir hüceyrələri davamlı olaraq bölünmür. Aşağıdakı mülahizələrdən hansı doğrudur? Meyvələr və toxumların müxtəlif uyğunlaşmalar toxumların yayılmasını təmin edir. Bəli. Burada elə cavabımız olacaq. Elə A variantı doğru cavabı soruşduğuna görə. Sonra 11-ci sualları aşağıdakı şəkillə əsasən də cavablandırın. Bu sizin 7-ci sinif 2-ci hissə kitabınızda var bu şəkil. Birincidə nə idi? Populyasiyadır. Baxırıq Y burada görürsünüz maralların populyasiyasıdır. Z təbii birlikdir. K isə ekosistemdir. Bu da D variantına uyğun gəlmiş olacaqdır. 11-ci sual. Hansı fikir doğrudur? Müəyyən ərazidə birlikdə yaşayan eyni canlının bütün fərdləri qrupdur. Xeyr, bunu demək olmaz. Eyni habitata uyğunlaşan müxtəlif orqanizmlərin Z eyni habitata uyğunlaşan müxtəlif orqanizmin populyasiyalardır. Bəli, bunu demək olar. Elə cavabımız olacaq B variantı. Hansı fikir doğru deyil? Doğru olmayanı seçəcəyik indi biz buradan. Habitatda hər bir orqanizm yaşaya biləcəyi yaşayış məskənidir. Bu doğrudur. Bizə doğru olmayan istəyir. Habitat orqanizm çoxalması üçün yer, həmçinin sığınacaqdır. Canlılar ekosistem boyunca bərabər paylanır. Xeyr, bu düzgün demək deyildi. Elə bu düzgün olmayan cavabımız C variantı olacaqdır. 13-15-ci sualları aşağıdakı şəkilə əsasən cavablandırın. Bu müəyyən sahədə müşahidə olunan onurğalı və onurğasız heyvanlara aid növləri və fərdlərinin sayını hesablayın. Diqqətlə baxsaq, burada görürsünüz ki, bura baxdıqda deməli növləri və fərdləri. Birinci onurğasızların növləri. Bir dənə onurğasız növü var, 2 dənə onurğasız növü var, 3 dənə
onurğasızın 3 dənə növü var mıdır? Fərd sayını hesablasaq isə 1, 2, 3, 4, 5 dənə fərd sayı vardır. Yəni 3 növü var, 5 fərd sayı var. İndi keçirik onurğalıların sayına. Deməli 1 dənə onurğa nümayəndəsi var. 2 dənə, 3 dənə, 4 dənə. 4 dənə onurğanın növü var. Ancaq 1, 2, 3 dənə 4, 5, 6, 7, 8 dənə də fərd sayı var. Bu da D variantına uyğun gəlmiş olur. Biomüxtəliflik indeksini hesablayın. Bayaq saydıq, növlərinin sayımız neçə oldu? 7 oldu. Ümumi sayını da hesablasaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 olmuş olacaq. Bunlar da 7-ni də 13-ə bölsək təxminən 0,53 neçə olur? 54 eləyir. A variantı uyğun gəlmiş olacaqdır. Biomüxtəliflik indeksi bilirsiniz də növlərin sayını ümumi fərdlərin sayına bölürək. Bu zaman biomüxtəliflik indeksini tapmış oluruq. 15-ci sualımızda nəsə? Qruplaşdırmada hansı növ fərd baxımından daha zəngindir? Burada baxırıq, bax bundan 3 dənə var. Yəni bu da B variantına uyğun gəlmiş olacaqdır. Sonra torpaqda lobiya toxumunun cücərməsi üçün hansı amil lazımdır? Yadınıza saxlayın ki, toxum cücərməsi üçün su lazımdır, uyğun temperaturu lazımdır və oksigen lazımdır. Bu da D variantına uyğun gəlir. 17-ci sualımızda nə soruşur? Həşəratların ayaqları yaşayış tərzi ilə əlaqədar olaraq müxtəlif formada olur. Hansı tipdə ətrafa canlı göstərilməmişdir? Burada görürsünüz, diqqətlə baxdıqca tullanıcı var, sonra üzücü var, yürücü var, ancaq qazıcı ayaq yoxdur. Bu da B variantına uyğun gəlmiş olur. 18-ci sualın biomüxtəliflik baxımından daha zəngindir. Biz bura baxdıqda tropik meşələrdir. Biz bilirik ki, tropik meşələr rütubətli sardan daha zəngin olur. Ona görə də A variantını götürürük. Bu şəkil də 7-ci sinif 2-ci hissə dərsliyində var. Sonra iki fərqli bitkinin çiçəklərinin reproduktiv üzvünün yerləşmə vəziyyətini göstərmişdir. Diqqətlə baxsaq, görəcəyik ki, siz birinci iki cinsli çiçəkdir. Yəni həm erkəkçiyi var, həm dişiciyi. İkincisi isə bir cinsli bu iki cinsli bir evlidir. Bu isə bir cinsli bir evli bitkidir. Hansı doğru deyil? Hər iki bitki öz-özünə tozlana bilər. Bəli, bunu götürə bilərik. Çünki dedik ki, eyni bitkinin üzərindəki dişiciyi, eyni bitkinin üzərindəki tozcuq, eyni bitkinin dişiciyinin ağcığına düşürsə, buna deyirik öz-özünə tozlanma. Əgər buradakı bunun tozcuğu bunun ağcığına düşərsə, bu zaman öz-özünə tozlanma baş verə bilər. Bu çiçəyin özünün tozcuğu özünün ağcığına düşdüsə, bu zaman da öz-özünə tozlanma baş verə bilər. Yəni bunun biri götürürük. İkinci bitkidə tam çiçəklər quruluşuna malik çiçəklərə rast gəlinir. Xeyr, tam çiçək deyil. Çünki birində erkəkçik var, birində dişicik var. Ona görə də ikinci səhvdir. Sonra təbiətdə birinci bitki fərqli bir bitki növü ilə mayalana bilər. Bəli, bu birinci fərqli bitki növü ilə mayalana bilər. Ancaq ona görə də cavabımız olacaq D variantı. Sonra 20 canlılar arasında qarşılıqlı təsir və onların bir-birinə fayda və zərər verməsinə, həmçinin neytral olmasına əsaslanır. Aşağıdakı hansı düzgündür? Yadınızda saxlayın, mutualizm odur ki, hər iki tərəf xeyir verir, hər iki tərəf mutludursa mutualizmdir. Parazitizm odur ki, biri xeyir görür, biri zərər verir. Komensalizm odur ki, biri xeyir görür, digərinə heç bir təsiri yoxdur. İndi götürək 20-ci sualımıza baxaq. Bax, hər iki tərəfi üçün, bax C variantında hər iki tərəf üçün xeyirdir. C, parazit üçün xeyirdir, sahib üçün ziyandır. Burada isə komensalizm biri üçün xeyirdir, digəri üçün heç bir əhəmiyyəti yoxdur. C variantına uyğun gəlir. Araşdırmanın zamanı hermafrodit çiçəyi birinci vəziyyət, dişi reproduktiv orqanı çıxarırlar, ikinci vəziyyət. Bu bitkinin yaşaması üçün lazım olan ekoloji və tam təmin edilərsə aşağıdakı quruluşa hansı əmələ gəlməz? Və buradan içərisində görürsünüz dişiciyi çıxarılıb. Dişiciyi çıxarılıbsa, dişiciyə aid olan bütün quruluşlar əmələ gəlməyəcək. Yəni meyvə və toxum əmələ gəlməyəcək. Ancaq tozcuq var, erkəkçiyə aid xüsusiyyət var, ona görə o əmələ gələcək. 1 və 2. 1 və 2 bu da A variantına uyğun gəlir. Çiçəkli bitkilərin cinsiyyətli çoxalması tədqiq edildikdə aşağıdakı xüsusiyyətlərin malik bitki növlərini hansılar yalnız çarpaz tozlarına müşahidə olunar.
Deməli, çarpaz tozlanmada müşahidə olunan bəzi növlərə aid fərdlər tam çiçək quruluşuna malikdir. Deməli, bəzi növlərə aid fərdlər erkək və dişi çiçəkləri var. Sonra bəzi növlərə aid fərdlərin bircəsiz çiçəklərin müxtəlif bitki üzərində yerləşir. Çarpaz tozla müşahidə oluna bilər. Elə üçüncü variantı 22-ci sualımızda burada üçüncü variant düzdür. Müşahidə. Çünki bəzi növə aid fərdlərin bircəsiz müxtəlif bitki üzərində yerləşirsə, bunlar arasında çarpaz tozlanma müşahidə olunur. Sonra biomüxtəliflik ekvatordan qütblərə doğru getdikcə nə edir? Ekvatordan qütblərə doğruca müxtəliflik yavaş-yavaş azalmağa başlayır. 24. Bitkinin uc hissəsinin sxeminə əsasən hansı fikir doğru deyil? Biz bilirsiniz ki, uc hissəsi nədir? Kök üsküyüdür. Kök üsküyü kökünün ucunu zədələməkdən qoruyur. Bu kökün ucuna böyüməsini təmin edir. Elə bu doğru deyil. Çünki kökün ucunu ixtisaslaşmış hüceyrədir. Törədici funksiyaya malikdir. Bəli, onu götürək. X, Y və Z canlı hüceyrələrdir. Bəli, bu doğru olan ucunun böyüməsini B variantı düzgün cavabımız olacaq. Hüceyrin ucuna böyüməsini təmin edir. Xeyr, kökün ucunu zədələnməkdən qoruyur. Kök üsküyünün əsas funksiyası da 25-ci sualımıza baxırıq. Bədən temperaturu ətraf mühitin temperaturlıq qrafikini verilmiş canlılara aid deyil. Bədən temperaturu gördüyünüz kimi ətraf mühitdən asılıdır. Yəni bitkinin temperaturu, ətraf mühit temperaturu artdıqca ona uyğun olaraq dəyişir. Bu heyvan soyuqqanlı heyvandır. Biz buradan soyuqqanlı canlıya aid deyil. Yəni soyuqqanlı heyvana aid deyil. Soyuqqanlı olmayan istiqanlı heyvanı götürəcəyik. Arxa ətrafların barmaqları arasında üzmə pərdəsi olur. Bəli, bu qurbağaya aid götürə bilərik. Məsələn, qurbağalarda var. Dərsi vəz müxtəlifliyi çoxdur. Biz bilirik ki, elə burada B variantını götürəcəyik. Nə üçün? Biz 7-ci sinif təhsilimizdə də var ki, ikinci hissənin ilk mövzularındadır və orada deyir ki, məməlilərin dərisi ən çox vəz müxtəlifliyinə malikdir. Ona da görə cavabımız olacaq B variantı. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və abunə olmağı unutmayın.